Salam, hər vaxtınız xeyir. Koderadan 3.3 mətn informasiyanın kodlaşdırmasına baxırıq. İlk sualımız deyir ki, baytlarla kodlaşmış simvollarda müxtəlif simvolların sayını tapın. Baytlarla o deməkdir ki, biz bunu 8-8 ayırmalıyıq. Deməli, 2, 4, 6, 8, 8, 2, 4, bir dəqiqə, 2, 4, 6, 8. 2, 4, 6, 8, 2, 4, 6, 8. 8 dənə ayırdıq. İndi bir-bir bunları nömrələyirəm. Nömrələyirəm deyəndə hərfləyirəm. Necə hərfləyirəm? Simvol adı qoyuram. Məsələn, X qoyuram bura. X qoyduq. Gəlib digər simvol ayırdığım 8 dənə simvoldan ibarət belə deyək də buna baxıram. Bu Y-dir, buna eyni deyil. Buna baxıram, bu bunlarla eyni deyil. Z-dir bu. Buna baxıram, heç birinin eyni deyil. Bu T-dir. Buna baxıram, bu birinci simvolla eynidir. Ona özü istəyən birinci simvolla yox. Daha doğrusu Z simvoluna eynidir. Ona görə bura Z deyirəm. Bizə müxtəlif simvolların sayını deyir. X, Y, Z, T. 4 dənə müxtəlif simvol var. Birə D variantı. İkinci sualda bunun eynisidir. Burada isə eyni simvolların sayını istəyir. Baxın, eyni simvol 2 dənə, bir dənə, 2 dənə, Z, Z. 2 dənə eyni simvol var. Burada da düzgün cavab B olmuş olacaq. Keçək növbəti suala. Təkrarlanmayan simvolların sayını istəyir. Təkrarlanmayan simvolların sayı və yarım baytlarla kodlaşdırma deyir. Yarım baytlarla kodlaşdırma deyirsə 4 bit 4 bit ayıracağıq. Çünki 1 bayt 8 bitdir. Yarısı da 4 bit olmuş olacaq. 4 bit, 4 bit, 4 bit, 4 bit. Deməli bu A simvoldur. Bununla bu eyni deyil, bu B'dir. Bu C deyil, yox fikir verin. Bu ilə bu A eynidir, bu olacaq A. Bu ilə heç biri ilə eyni deyil, bu C olacaq. Bunların heç biri ilə eyni deyil. Bu olacaq D. 1, 0, 1, 0 bu A'dır. 0, 0, 1, 0 baxıram, heç birindən eyni deyil, Y-dir. 0, 1, 0, 0 baxıram, heç birindən eyni deyil. Bu da olsun F. Nədir? Təkrarlanmayan simvollar. Yəni ki, hansı simvoldan bir dənədir? Bax, A təkrarlanır, getdi. Aynen işim qutardı. Düzdürmü? Baxıram, C təkrarlanırmı? Xeyr, təkrarlanmır. Baxıram, D təkrarlanırmı? Xeyr, təkrarlanmır. Y təkrarlanırmı? Xeyr, təkrarlanmır. F təkrarlanırmı? Yox, təkrarlanmır. Deməli, bizdə təkrarlanmayan simvollar 5 dənədir. Düzgün cavab B variantı. Keçək 64 simvolu minimal əlifba ilə kodlaşdırılmış, informasiya içiliş kodu verilmişdir. Müxtəlif simvolların sayını istəyir. Lap yaxşı, əcəb eləyir. İndi bir dəqiqə mən bunu bir şey eləyəcəm. Burada mənim işim rahat olsun deyə. Hı. 64 simvolu minimal əlifbada deyirsə, bir simvolumuz neçə bitdi? 6 bitdi. O zaman biz burada 6 biti yazdıq. Mən burada necə ayıracaq? 6 ayıracaq. 2, 4, 6, 6, 2, 4, 6, 6, 2, 4, 6. Burada da 6, 2, 4, 6 ayırdıq. 2, 4, 6. Aha, burada da 6 dənə simvol. Buna ilk öncə gəlib A yazıram. Baxıram bu buna eynidirmi? Xeyr, B yazıram. Baxıram bu buna eynidir, heç birinin eyni deyil, C yazıram. Baxıram bu bunlarla eynidir? Xeyr, D yazıram. Baxıram bundan hansındasa var? Heç biri buna eyni deyil. Y yazıram. Baxıram bundan varmı burada? Bəli, C simvolu Y. Müxtəlif simvolların sayı nədir? A'dır, B'dir, C'dir, D'dir, Y'dir. 5 dənə müxtəlif simvolumuz var. Eyni koddur. Bu eyni sualdır. Eyni simvolların sayını tapın. C 2 olmuş olacaq. Düzgün cavab B variantı. Daha sonra keçək növbəti suala. Eyni qaydada təkrarlanmayan simvolların sayını soruşur. Artıq burada bu əvvəlki sualdır. Bundan əvvəlki sualdan söhbət gedir. Biz tapmışdıq. Bunlar hansı simvollar təkrarlanmırdı? A'dır, B'dir, D'dir, Y'dir. 4 dənə simvol təkrarlanmazdı. İndi gəlirik 7-ci sualı yazırıq. 7-ci sualda bizdən nə istəyir? Görək onu tapaq. 7-ci sualda biz nə istifadə edəcəyik? V bərabər simvol vurulsun i düsturundan istifadə edəcəyik. Deməli bizdə informatika sözündə 11 dənə simvol var. 11 vurulsun. ASCII əlifbasında bir simvol 1 baytdır. Bu eləyəcək 11 bayt. 11 bayt yoxdur. Bitlə ifadə edək. Yəni 88 bit. Burada da düzgün cavab Y variantı olacaq. Keçək
Bu söz, bura, bunu da ASCII kodlaşdırmasını istəyir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19. Simvol sayım 19 dənədir. Çox gözəl. ASCII-də də bir simvol 1 bayt olduğu üçün 19 bayt düzgün cavab B variantı. Yəni V bəbəz simvol vurulsun I düsturuna görə 19 dənə simvol vurulsun 1 bayt, o da eləyəcək 19 bayt. İndi keçək ASCII 9-cu suala. Deyir, ASCII əlifbasına kodlaşdırılmış kilobayt ifadəsinin həcmi neçə bitdir? İlk öncə gəlirəm, kilobayt ifadəsində, yəni dırnaqda yazılıb. Yəni biz burada buna söz kimi baxırıq. Kilobayt ifadə deyir, ifadə. Kilobayt neçə bitdir demir. Deməli, neçə dənə simvol var? 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənə simvol var, düzdürmü? ASCII əlifbasında bir simvol 1 baytdır, elə 8 bayt olmuş olur. Amma bizdən neçə bit olduğunu istəyir. V bərabərdir 8 vurulsun 8 bit, yəni 64 bit olmuş olacaq. Düzgün cavab C variantı. Unicode əlifbasında neçə bitdir? Heç nə. Bu dəfə də 8-i vuracaqsan, kilobaytda 8 dənə simvol var idi. Vuracaqsan 16 bitə. Bu da eləyəcək 128 bit. Bu da düzgün cavab 128 bit. İnsan kimlər ifadəsi Unicode əlifbası standartında kodlaşdırılsa həcmi neçə bayt olar? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12 dənə simvol var. Unicode-da kodlaşdıranda V bərabərdir 12 vurulsun 2 bayt, o da bərabərdir 24 bayt etmiş olacaq. Düzgün cavab C variantı. Keçək növbəti suallarımıza. 5 səhifəlik məlumatın informasiya həcmi bu qədər baytdır. ASCII əlifbasında kodlaşdırılmış mətn informasiyası hər səhifədə 15 sətr və hər sətrində neçə simvol olduğunu tapın. Deməli, V bərabərdir səhifə, vurulsun sətr, vurulsun simvol, vurulsun I düsturundan istifadə edirik. Simvol sayını istəyir. Simvol sayı bərabərdir V bölünsün səhifə, vurulsun sətr, vurulsun I-dir. Düzdürmü? Çox gözəl. V nə qədərdir? 8775. 1 bayt V-ni yazdıq, baytı yazdıq yanına. Səhifə nə qədərdir? 5 səhifə vurulsun 15 sətr. 75. Düzdürmü? Vurulsun 1 bayt. Baytlarım gedər. Elə bunun içində əslində olmalıdır. Yəni oradan onsuz da sizə kalkulyator veriləcək. Yəni o şeydən narahat olmayın. 8775 bölünsün. Nə idi o? 75. Nəticə eləyir 117. Düzgün cavab 117. Deməli bizim neçə səhifəmiz var? Deməli bizim burada 117 səhifəmiz var. Düzgün cavab Y variantı. Diqqətli olun bu testlərdə, hesablamalarda. Deyir, məlumatın yazılması üçün hər səhifədə 25 sətr Məlumatın yazılması üçün hər səhifədə 25 sətr olmaqla ASCII əlifbası ilə kodlaşdırılmış 3 səhifə istifadə olunmuşdur. Hər sətirdə orta hesabla 60 simvol varsa, həmin məlumatın informasiya həcmini tapın. Yenə də V bərabərdir simvol vurulsun, səhifə vurulsun, sətr vurulsun, I düsturundan istifadə edirəm. O da bərabərdir 25 sətr vurulsun 3 səhifə vurulsun 60 dənə simvol. O da bərabərdir. Həcmini deyir. Heç nə. 25, 3, 75, 75 vurulsun 60. Deməli 0, 4, 5, 0, 0, 4500 bayt. Düzgün cavab 4500 bayt. A variantı olmuş olacaq. Keçək növbəti 14-cü suala. Mətn informasiyası ASCII əlifbası ilə kodlaşdırılıb. Bu həcmi 120 baytdır. Mətn neçə simvoldan ibarətdir? Elə 120 simvoldan ibarətdir. Hardan tapdım? V bərabərdir simvol vurulsun I düsturuna görə. Deməli 120 bayt bərabərdir simvol vurulsun 1 bayt. O da eləyir elə 120 simvol. Mətn informasiyası ASCII əlifbası ilə kodlaşdırılıb və həcmi 80 bitdir. Mətn neçə simvoldan ibarətdir? Çox gözəl. V bərabərdir simvol vurulsun I düsturuna görə. Simvol sayını tapıram. V bölünsün I olur. V 80 bitdir. Yuxarı bit isə aşağını da 1 bayt 8 bit kimi yazıram. Deməli, burada neçə simvol var imiş? 10 simvol var imiş. 15-ci sualın cavabı B variantı. Keçək 16-cı suala. Deyir, ASCII əlifbası ilə kodlaşdırılmış mətn 128 simvoldan ibarətdir. Mətnin informasiya həcmi müəyyən edilir. V bərabərdir 1 bayt vurulsun 128, o da eləyəcək 128 bayt.
Düzgün cavab B A variantı. Ümumiyyətlə çalışın, vahidlərə və s. diqqət edin. Sənədin hər səhifəsində 32 sətir, web əvvəl səhifə, vurulsun, sətir, vurulsun, simvol, vurulsun, id üstündən istifadə edirik. O da bərabərdir. 32 sətir, 256 simvol, 1024 səhifə, vurulsun Unicode. Düzdürmü? Həcmi istəyir. Kilobaytla. Baytlandır. 1024-ə böləcəm. Bunlar gedəcək. Bu da getdi. Deməli, 64 vurulsun 256 qalır. 64 2 üstündə 6-dır. 256 2 üstündə 8-dir. Bu da edir 3 üzərində 14. Yəni 16384. Düzgün cavab A variantı olmuş olacaq. Keçirik 18-ci suala. Deyir, Aska əlifbası ilə kodlaşdırılmış 2 səhifəli səhifə həkməti 258 baytdır. Birinci səhifədəki informasiyanın həcmi ikinci səhifədən 2 dəfə çoxdur. Birinci səhifədə ümumi neçə simvol var? Deməli, 202 səhifəlik mətn var. Birinci, ikinci. Birincinin həcmi ikincinin 2 dəfə çoxdur. Birincinin həcmi ikincisi. Deməli, bu 2x-dir. 3x bərabərdir 258 bayt. Bu da təbii ki 1 vurulsun, 1 bayt vurulsun. Baytlarım gedər. Deməli, 258-i bölürəm 3-ə. Bura düşür 8 dəfə, 24, bu da 18, burada düşür 6 dəfə. Bu da 18. Deməli, bizim 0. X-ımız 86-dır. Birinci səhifədə 2, 192 dənə simvol var. Daha doğrusu 172 dənə simvol var. İkinci səhifədə 86 dənə simvol. Ümumi birinci səhifədə ümumi neçə simvol var? 172. Düzgün cavab Y variantı olmuş olacaq. Müəssisənin işçiləri haqqında ümumi məlumat 16 megabaytdır. Hər bir işçi haqqında məlumat 8 səhifəlikdir. Hər səhifədə 32 sətir, hər sətirdə orta hesabla 64 simvol olduğunu bilərik. Müəssisədə neçə əməkdaş işləyir? İlk öncə bir əməkdaşa bax, bu cümlə nədir? Bu cümlə o deməkdir ki, müəssisədə en sayda əməkdaş var və bu əməkdaşların haqqında olan informasiya 16 megabaytdır. Çox gözəl. İndi gəlin nə edək? Biz nə edirik? Burada bir əməkdaş üçün olan həcmi tapırıq. Sonra da neçə əməkdaş işlədiyini tapırıq. Yəni nə edirik? 16 megabayt ümumi əməkdaşların həcmidir. Bura isə hər bir işçi üçündür bura. Hər bir işçi üçün olan məlumatı tapıb, tənasüb qrup həll eləyəcəyik. Yazıram, bir işçi üçün həcm bərabərdir 32 vurulsun 8 vurulsun 64 vurulsun 1 bayt. Düzdürmü? Bu megabaytdır. Bunu çevirəm megabayta. Baytdan megabayt bir dəqiqə 32 vur 8 vur 4. 64 vur 8. Birinci gəlin kilobayta çevirək 1024-ə bölək. Bununla bu getsə bura 32 düşər. Bununla bu getsə bura düşür ki. Bu eləyər 16 bayt. Üzr istəyirəm kilobayt. Deməli, bir işçi haqqında məlumat 16 kilobaytdırsa, 16 megabayt həcmə malik bütün işçilərin sayı nə qədərdir? X. Buradan da x bərabərdir 16 vurulsun. Bu neçə əməkdaş olduğunu axtarır. 16 megabaytı çevirirəm kilobayta, 1024 kilobayt bölünsün 16 kilobayt. Kilobaytlar belə gedər, 16-lar gedə bilər. Deməli, bir müəssisədə 1024 dənə əməkdaş var imiş. 1024 dənə əməkdaş var imiş. 16 megabayt həcm 1024 dənə əməkdaş eləyir. Deməli, sonra keçirik 20-ci suala. 20-ci sualda nədir? Deyir ki, mətn informasiyası verilib. Mətn informasiyası verilib və həcmi 320 kilobaytdır. Mətnin hər səhifəsində orta hesabla 32 sətir və hər sətirdə 64 simvol var. Mətnin neçə səhifəsi var? Biz nə edirik? Biz gəlirik V bərabərdir səhifə, vurulsun sətir, vurulsun simvol, vurulsun id üstuna toxunuruq. Bizdən nə istəyir? Səhifə sayını istəyir. Səhifə sayını tapanda V bölünsün, sətir vurulsun, simvol vurulsun i yazırıq. Düzdürmü? Buradan da ümumi həcm nə qədərdir? 320 kilobayt bölünsün sətir, simvol i.
Sətr 32-dir, 64 dənə də simvol var. Vurulsun 1 bayt. Mən görürəm ki, vahidlər eyni deyil. Gəlirəm 320 vurulsun 1024, bölünsün 32 vurulsun 64. Vurulsun 1 bayt. Təbii ki, burada da 1 baytdır. Bu ilə bu gedər. Bura düşər 2. Bu ilə də bu gedər. Bura düşər 160. Deməli, mətnin 160 dənə səhifəsi var imiş. Keçək növbəti suala. 20 kilobayt həcmə malik mətnin informasiyanın hər bir səhifəsində 64 simvol və 40 sətirdən ibarətdir. Mətn neçə səhifədən ibarətdir? Yenə səhifə bərabərdir. V bölünsün, sətir vurulsun, simvol vurulsun i. Həcm nə qədərdir? 20 kilobayt. Gəlin 20 vurulsun 1024 eləyək. Bölünsün 64 vurulsun 40. Bu ilə bu gedər. Bu ilə də bu gedər. Burada düşər 2. Bu 128-dir. 128 ilə də 1024 gedəndə qalır 8. Deməli, 8 dənə səhifəmiz var imiş. Gəlin 22-ci sualı izah edək. 22-ci sualın izahı nədir? V bərabərdir, simvol vurulsun, i düsturudur. Bizdən nə istəyir? Əlifbanın gücünü istəyir. Əlifbanın gücü n bərabərdir, 2 üstündə i idi, düzdürmü? Əlifbanın gücünü tapmaq üçün i-ni tapmalısan. Deməli, sən burada i bərabərdir, v bölünsün sim bərabərdir. V 2.5 kilobaytdır. 2.5 kilobayt bölünsün simvolların sayı nə qədər? 4096. Mən burada nə edərəm? 25 vurulsun, 2.5 vurulsun 1024 vurulsun 4096. Bununla bu ixtisar gedər, burada düşər 4. Bu 4-də 2.5 eləyir. Hər tərəfi 10-a vursam 25 bölünsün 40 eləyir, düzdürmü? Bununla bu ixtisar gedəndə bir dəqiqə nəyisə səhv etdim deyəsən. 3.5 kilobayt. Mən burada bayta çevirdim. Bir dəqiqə üzr istəyirəm. Düzgün çevirmə elədim. Çox üzr istəyirəm. V bərabərdir simvol vurulsun i-dir. I-ni tapanda V bölünsün simvol edirik. Bizdə i-nin vahidi bitdir də. Bit olduğu üçün həcmi çevirməliyik bitə. Yəni 2.5 vurulsun 2 üstündə 13. Kilobayt ilə bayt arasında, bit arasında nə qədər fərq var idi? 2 üstündə 13 dəfə. Simvolların da sayı 2 üstündə 12 idi. 496 2 üstündə 12 idi. Bununla bu ixtisar gedər. Burada 2 qalar. 2.5-i də 2-yə vuranda eləyər 5 bit. 5 bit tapdıqmı? Bu bir simvolun həcmidir. Əlifbanın gücünü tapmaq üçün isə n bərabərdir 2 üstündə i, yəni 2 üstündə 5 eləyəcək 32. Düzgün cavab A variantı. Sonra keçək növbəti sualımıza. Bir dəqiqə. 10 bitlə kodlaşdırıla bilən maksimal simvol sayı 3 üzərində 10, bu da eləyəcək 1024. 10 bitlə kodlaşdırıla bilən natural ədəd hansıdır? Ən böyük. Yadda saxlayırsınız. Ən böyük natural ədəd 2 üstündə n-1-dir. N bitlə kodlaşdırılan, bax yazıram. N bitlə kodlaşdırılan ən böyük ədəd 2 üstündə n-1-dir. Deməli, 16 bitlə kodlaşdırılan ən böyük ədəd deyəndə 2 üstündə 16 minus 1, yəni 2 üstündə 16, yəni 65536 çıxılsın 1 olmuş olacaq. Yəni o da 65535 olmuş olacaq. Bu belə. Keçək, belə bir şey danışmaq istəyirəm ilk öncə sizə. Kod və kodlaşdırmadan bu ən böyük, yəni maksimal simvol sayı, belə bir şeylər nə deməkdir? Bunlar haqqında danışacağım. İndi bu xülasə. Bir dəqiqə. Böyüdək ekranımızı. Gələk belə bir əlavələr edəcəm sizə. Məsələn, ən böyük ədəd n bitlə kodlaşdırılan ən böyük ədəd. N bitlə kodlaşdırılan ən böyük ədəd deyəndə 2 üzərində n-1 düşünürük. Məsələn, 6 bitlə kodlaşdırılan ən böyük ədəd deyəndə 2 üzərində 6-1, yəni 63 olmuş olacaq. Bu birinci. Sonra, n bitlə kodlaşdırılan ən kiçik ədəd. N bitlə kodlaşdırılan ən kiçik ədəd deyəndə 2 üzərində n-1. Burada da olacaq, məsələn, 6 bitlə kodlaşdırılan ən kiçik ədəd deyəndə 2 üstündə 6-1, yəni 3 üstündə 5, 32 olmuş olacaq. Tamam, bu belə. İndi bir əlavə deyəcəm. Bir də var, ən böyük ədəd, ən kiçik ədəd istəyir. İndi isə maksimal simvol sayı və minimal simvol sayına baxırıq. N bitlə kodlaşdırılan maksimal simvol sayı.
N bitlə kodlaşılan maksimal simvol sayı 3 üzərində n-dir. Məsələn, 5 bitlə kodlaşdırılan maks simvol sayı soruşsa, 3 üzərində 5, yəni 32. 5 bitlə 32 dənə simvol kodlaşdıra bilərsiniz. Keçid edək növbəti hissəyə. N bitlə kodlaşdıran minimum vəziyyət sayı. N bitlə kodlaşdırılan minimum vəziyyət sayı bu 2 üzərində n minus 1, üzr istəyirəm, 2 üzərində n minus 1 plus 1 olmuş olacaq. Bu da 5 bitlə kodlaşdırılan minimum vəziyyət sayı 2 üstündə 5 çıx 1 plus 1. Yəni 2 üstündə 4 plus 1, o da eləyəcək 17. Bu da belə. Yəni bunları özünüzə qeyd edib götürərsiniz. Gələcəkdə sizin üçün lazım olacaq. Yəni bunu mütləq şəkildə yadda saxlayın. İndi məsələn, belə bir sual verirəm sizə əlavə. Əlavə sual nədir? Baxın, sizə gəlir qabağınıza hardasa belə bir sual düşüb. Deyir ki, biz 6 bitlə hansı aralıqdakı ədədləri kodlaşdıra bilərik. Çox gözəl. 6 bitlə ədəd deyir ha. Biz nə dedik? Ən böyük kodlaşdırılan ədəd nədir? 2 üstündə n-1. Yəni 6 bitlə kodlaşdırılan ən böyük ədəd 63-dür. Bəs 6 bitlə kodlaşdırılan ən kiçik ədəd nədir? 2 üzərində n sıxılsın 1, düzdürmü? Yəni 2 üzərində 5, deməli 32. Parça nədir? 32, 63 parçası, düzdür? Heç nə, 63-dən 32-ni çıxırsam 1, 21, üstünə də 1 gəlsə eləyir 22. Deməli, 6 bitlə kodlaşılan yəni 6 bitlə kodlaşılan ədədlər neçə dənədir? 22 dənə. Yəni 32, 63 parçasındakı ədədlərdir. Tamam, bunu yəni yaddaşınızda saxlayın. Bax, məsələn, 32-ni ikilik say sisteminə çevirəm. Görüm, həqiqətən 6 bitlə kodlaşdırılırmı? Bax, 2-yə bölürsən 16, bura düşür 0. 2-yə bölürsən 8, bura düşür 0. 2-yə bölürsən 4, bura düşür 0. 4-ü 2-yə bölürsən 2, bura düşür 0. 2-ni 2-yə bölürsən, bura düşür 0. 1, 0. Neçə? 5 dənə 0 var. 5. İkilikdə. Fikir verin, 6 dənə simvol varmı? Bəli. Keçirmədən necə bilərdim? 2 üstündə 5, özü 1 yanında 5 dənə 0 deməkdir. Bir də məsələn, 31-ə gəlin, baxaq. 31. Baxın, 31 bölünsün 2. 15, bura düşər 1. 15 bölünsün 2. 7, bura düşər 14, bura düşər 1. 7 bölünsün 2. 8, üzr istəyirəm, 3, bura düşər 1. 3 bölünsün 2, 1, bura düşər 1. Baxın, 5 dənə simvoldur. Görürsünüz, 5 dənə simvoldur. Bu da 5 bitlə kodlaşdırılan ən böyük ədəddir. Bu belə. Bu da bizim nümunələrimizdən digəri. Daha sonra 25-ci suala baxırıq. Deyir ki, 5 bitlə neçə simvol kodlaşdırmaq olar? 5 bitlə 32, ən çox neçə simvol? 32 simvol, yəni 2 üzərində 5, 32 olmuş olacaq. Düzgün cavab C variantı. Daha sonra keçid edək növbəti suala. Dəqiqə. Keçid edək 26-cı suala. Bir dənə rekord gedir, bir dənə baxım. 26-cı sualda nə deyir? 64 simvolu minimal əlifba ilə yazılmış məlumat 20 simvoldan ibarətdir. Bu məlumatın həcmi nə qədərdir? Neçə bayt olar? Heç nə. Simvol vurulsun i düsturuna görə 20 dənə simvolu, 64 simvolu minimal əlifbada bir simvol 6 bit olduğu üçün 6 bitə vurursan, bu da eləyir 120 bit. Bu da bizə baytla ifadə edir. 120 də 8-ə böləndə 15 bayt etməlidir. 10 müxtəlif vəziyyət bir kodlaşdırmaq üçün ən az neçə bit lazımdır? Ən az 4 bit. 4 bit kodlaşdırmaq lazım. 10 müxtəlif vəziyyət, yəni 10 dənə müxtəlif halın 10 müxtəlif halda bir simvol neçə bitlə kodlaşır. Bunu demək istəyirsinizsə, yəni onu gətirib 2-nin qüvvətləri arasına salırsınız, ən böyüyünü götürürsünüz, o da 4 bit olmuş olur.
64 simvolu minimal əlifbada bir simvol ən az neçə bit olar? Təbii ki, bir simvol neçə bit olmuş olacaq? N bərabərdir 64, o da 2 üstündə 6, yəni I bərabərdir 6 bit olmuş olacaq. Düzgün cavab C variantı. Keçək növbəti suala. 30-cu sualda 256 simvol olan əlifba 192 baytdır. Bu sistemdə ən çox maksimum neçə müxtəlif simvol kodlaşdırmaq olar? Deməli, bizdə 256 simvollu əlif olan informasiya həcmi 192 baytdır. Aha, biz nə edəcəyik? V bərabərdir simvol vurulsun I düsturuna görə bizdə ən çox maksimum neçə müxtəlif simvol kodlaşdırmaq var? Yəni, əlifbanın gücünü istəyir. Əlifbanın gücünü tapmaq üçün bir simvolun tutduğu həcmi tapmalıyam. Ümumi həcm 192 baytdır. 1 baytda 8 bitdir. Bunu 256-ya bölürəm. Bu 3 vurulsun 64. Düzdürmü? Bu ilə bir ixtisar gedər. 3 üstə 6, bu 3 8. Bura düşər 4. Bununla da bu ixtisar gedər. Bura düşər 2. 6 bit. Deməli, bu əlifbada bir simvol 6 bit imiş. Yəni, bu deyilən şərtlərə görə. Bir simvol 6 bitdir və əlifbanın gücü nə qədər olar? N bərabərdir 2 I düsturuna görə 2 üstündə 6, yəni 64 olmuş olacaq. Burada da 6 bit. İkisi də eyni məsələdir, fikir verin. İkisi də eyni məsələdir. İkisində də bizdən birində neçə bit olar deyər, birində əlifbanın gücünü istəyir. Çox gözəl. 31-ci məsələyə baxaq. Neçə sualdır? 50 ədəd fərqli simvoldan ibarət. Aha, 50 ədəd fərqli simvoldan ibarət mətn ən minimal əlifba ilə kodlaşdırılırsa, onun informasiya həcmi nə qədər olar? Bax, burada simvol sayında 50 götürürsən, əlifbanın gücünü də 50 götürürsən. Niyə? Çünki sənə deyir ki, 50 ədəd fərqli simvoldan ibarət ən minimal əlifbada kodlaşdırılmış. Elə ən minimal əlifbada kodlaşdırılmış 50 ədəd simvol nə demək? Deməli, əlifbanın gücü 50-dir də. Əlifbanın gücü 50-dirsə, bir simvolun tutduğu həcm nə qədərdir? Ümumiyyətlə, 50 2-nin qüvvəti kimi göstərilə bilmir. 2-nin qüvvətləri arasına gətirib qoyuruq. 50 nədən böyükdür? 50 böyükdür 32-dən, kiçikdir 64-dən. Deməli, 50 neçə bitlə kodlaşır? 6 bitlə. Deməli, 50 simvolu əlifbada bir simvol 6 bitə bərabər imiş. Bizdən ümumi həcmi istəyir, düzdürmü? V bərabərdir simvol vurulsun I düsturuna görə. 50 vurulsun 6, o da bərabərdir 300 bit olmuş olacaq. Düzgün cavab B variantı. Eyni qaydada 32-ci sualda bu qaydada həll olunur. 128 simvollu minimal əlifbada deyir. 128 simvollu minimal əlifbada hər bir simvol kodlaşmaq üçün ən az neçə bit ehtiyac var? 128 neçə bitlə kodlaşır? 7 bitlə, o da düzgün cavab D variantı. İnformatika ifadəsini kodlaşdıra biləcək ən minimal əlifba maksimum neçə simvol ola bilər? Bütün müxtəlif simvolları tapırsan. Baxırsan 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənə fərqli simvol var. Bax, fikir ver. 10 dənə fərqli simvolum var. İfadənin kodu ən minimal əlifbada maksimum neçə simvol ola bilər? Sizin 10 dənə müxtəlif simvolunuz varsa, bir simvol burada 4 bit yer tutacaq. Düzdür? Bir simvol 4 bit yer tutacaq. 4 bitlə kodlaşdırılan ən minimal əlifba hansıdır? 4 bitlə kodlaşdırılan ən minimal əlifba. Bizdən əlifba, burada da düzgün cavab 16 olmuş olacaq. İndi bizdə deyir ki, ən az neçə bit yer tutar? 4 bit. Bu belə. Deməli, sonra keçək 64 simvol əlifbada, minimal əlifbada 128 simvol informasiya həcmi necə bayt olar? Deməli, V bərabərdir simvol vurulsun I düsturuna görə 128 vurulsun 6 bit. Bunu da bayta çevirmək üçün 8-ə bölürəm. Bu ilə bu gedər. 207, 200, o da düşər 64. 64-ü 6-ya vuranda 64 vurulsun 6. Deməli, 4 və 6 24. 6 dəfə də 4-ün bir dəqiqə, 6 və 6-nın 36 cavab yoxdur. Bir dəqiqə. 128 simvollu əlifba, simvolun 64 6 bit vurulsun 128 bölünsün 8. Bununla bu ixtisar gedər. Bura düşər 16. 16 və 6-nın 96. Ümumi 96 bayt etmiş olar. Aha,
İndi bu məsələyə keçid eləyək. Bu məsələlər yazılarkən mən bayaq bir qayda öyrətmişdim. Deyir, mətn informasiya Unicode standartından ara düşür. Unicode standartından 24 simvolu minimal əlifba standartına keçirilən zaman həcmi 180 bit azaldığını bilərək. Əla. 180 bit azaldığını bilərək ASCII əlifbasına kodlaşdırırsa informasiya həcmi neçə bayt olar? Diqqət etməli olduğumuz məqamlar nədir? Bir dəqiqə üzr istəyirəm. Bir dəqiqə. Aha, deyir ki, mətn Unicode standartından 1024 simvolu əlifbaya keçib. Yaxşı edib, keçib ədəb edib. Unicode-dan keçirəm 1024 simvolu əlifbaya. Unicode-da bir simvol neçə baytdır? Bir simvol 16 bitdir. Düzdürmü? 1024 simvol əlifbada bir simvol neçə bitdir? 10 bit. 16 bitdən 10 bitə keçən zaman nə qədər azalma baş verib? 6 bit azalma verib. Bu 6 bit azalmanı 180 bitə bərabər edirəm. Deməli, burada 10 dənə simvol var imiş. 10 dənə, üzr istəyirəm, 30 dənə simvol var imiş. 30 dənə simvol var. Deyir ki, bu simvollar ASCII əlifbasına kodlaşdırılarsa 30 simvol vurulsun 1 bayt, o da eləyəcək 30 bayt. Deməli, neçə bayt olar? Həcmi 30 bayt olmuş olar. Və sənə sona qədər oxuyun. Birdən həcmin azalmasını, artmasını soruşur. Ona görə də diqqətli olmaq lazımdır. Keçək növbəti suala. Bu suala baxaq görək burada bizdən nə istəyir. Deyir ki, görək nə deyir. Aldı əlinə qələmi. Unicode standartından keçib 128 simvollu əlifbada, yəni 16 bitdən keçib 7 bitə. Buradan bura keçən zaman nə qədər azalır? 11, üzr istəyirəm, 9 bit azalma var. Bu 9 bit azalma nəyə bərabərdir? 180 bitə. Yəni, x vurulsun 9 bit bərabərdir 180 bit. Deməli, burada neçə dənə simvol var? 20 dənə simvol var, düzdürmü? Deyir ki, indi bu 20 dənə simvol 64 simvollu minimal əlifbada kodlaşdırılsa nə qədər həcmi olar? Neçə bayt olar? V də bərabərdir 20 simvol vurulsun 6 bit eləyəcək 120 bit. 120 biti də bölsən 8-ə eləyəcək 15 bayt. Deməli, bizdə düzgün cavab 15 baytdır. Bunun bir dənə sıfırı artıq düşür. Düzgün cavab 15 baytdır. Tamam mı? Keçək 38-ci suala. Deyir ki, bu simvoldan ibarət müəllim bu həcm olarsa əlifbanın cüzünü tapın. Əlifbanın cüzünü tapmaq üçün i bərabərdir v bölünsün simvolu tapmalısan. Həcm 7.5 kilobayt bölünsün 7680 simvoldur. Bu biz i'nin vahidi bit olduğuna görə biz bunu bitə çevirməliyik. 7.5 vurulsun 3 üstündə 13 bölünsün 7680. Düzdürmü? Bu da bərabərdir. Buradan bir dənə 2-ni buna verirəm. Bu eləyir 15 vurulsun 3 üstündə 12 bölünsün 7680. Çox gözəl. Bax bu 7680 256 vurulsun 30 deməkdir. Tamam mı? 15 vurulsun 3 üstündə 12. Aha, bu 15 ilə bu 30 ixtisar getsə, bura düşər 2. Bu da 3 üstündə 12 bölünsün 2 üstündə 9-dur. Burada da ixtisar getsə 2 üstündə 3 qalar. Yəni 8. 8 bit. 8 bit. Burada bir simvolun tutduğu həcm 8 bitsə, əlifbanın da cüzü 208, yəni 256 olmuş olacaq. Düzgün cavab A variantı. Keçək növbəti suala. Növbəti sualımızda nə deyir? Deyir, informasiya cəmiyyəti bu ASCII sistemində həcmi nə qədər olar? V bərabərdir 1 bayt vurulsun informasiya cəmiyyətinin simvollarını sayırsan. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21. 21 dənə simvol var, o da eləyir 21 bayt. Düzgün cavab D variantı. Keçək 40-cı suala. 40-cı sualda deyir ki, ASCII standartına görə hazırlanmış mətn informasiya həcmi 1024 kilobaytdır. Əgər bu mətn Unicode standartda kodlarsa, onun informasiya həcmi neçə megabayt olar? Biz nə edirik? Məsələ 2 hissədən ibarətdir. Birinci, burada biz simvolların sayını tapmalıyıq. V bərabərdir simvol vurulsun i düsturuna görə. Biz simvolların sayını tapsaq, V bölünsün i. Necə, hardan bildim? Çünki mən bilirəm ki, deyir, ASCII standartına görə hazırlanmış mətn informasiyası bu qədərdir. Mən hər hansı mətn var, ASCII standartında hazırlanıb və 1024 kilobayt olur. Və deyir, əgər bu mətn Unicode-da kodlaşdırarsa, deməli, mən buradan mətnin neçə simvoldan ibarət olduğunu tapıb, gəlib Unicode-da hesablayacam, həcmi tapacam.
Yəni 1024 vurulsun, belə deyək də 1024 bölünsün 1 bayt. Bura kilobayt idi, bayta çevirdim. Bu elədir 2 üstündə 20 simvol. Deməli, bu mətndə 220 dənə simvol var. Bunu gətirirəm, Unicode-da hesablayıram. V2 bərabərdir. 2 üstündə 20 dənə simvol vurulsun 2 üstündə, yəni 2 bayt. Baytla da megabayt arasında 2 üstə 20 dəfə fərq var. İxtisar gedər, bu eləyər 2 megabayt. Deməli, bu məlumat Unicode-da 2 megabayta bərabər imiş. Keçək eləyək ki, 41-ci suala. 64 simvolu minimal əlifbada 128 simvoldan ibarət informasiya həcmini tapın. 6 bit vurulsun 128 simvol. Neçə baytdır deyir, 8-ə bölürəm. Bu ilə bu ixtisar gedər, bura düşən 6 və 96 olmuş olar. Bu təkrar sualdır. 1004 səhifədən ibarət olan sənədin hər səhifəsində 30 səhifə, hər səhifəsində sənədin informasiya həcmi nə qədər olar? Kilobaytla ifadə edilir. 1024 səhifə vurulsun 32 sətir, vurulsun 64 simvol. 1024 simvollu əlifbada deyə bir simvol 10 bit. Kilobaytla ifadə edirəm. 1024 vurulsun 8-ə bölürəm. Bu 1024 ilə bu 24 gedir. Bununla bu gedir. Bura düşür 8. Axırı 10 ilə qutaran cavab olmalıdır. 2 üstünə 5, 2 üstünə 3, 2 üstünə 8 deyil. Yəni 256 vurulsun. O da eləyir 2560 kilobayt. Düzgün cavab B variantı. Keçid eləyək növbəti suala. Əlifbanın gücünü müəyyən edin deyir. Əlifbanın gücünü müəyyən yaxşı eləyib. Biz də burada nə edirik? B bərabərdir səhifə, vurulsun sətir, vurulsun simvol, vurulsun i düsturuna görə i-ni tapırıq. i-nin də vahidi bit olduğuna görə biz burada vahidləri eyniləşdirəcəyik. i bərabərdir v bölünsün səhifə, vurulsun sətir, vurulsun simvol. O da bərabərdir. V nə qədərdir? V 1,25 megabaytdır. Mən bunu 2 üstündə 20-yə vuracam. Niyə? Çünki mən bitlə tapıram. Bu eləyir bit. Səhifə, sətir simvol. 32 səhifə, 64 simvol, 1024 səhifə. 1024 vurulsun, 32 vurulsun 64. Bu da bu 2 üstündə 10 eləyir, bu da 2 üstündə 11-dir. Yəni 2 üstündə 21. 1,25 vurulsun 2 üstündə 20, bölünsün 2 üstündə 21. Buradan 2 dənəsini buna verərəm. Necə verərəm? Bir dənə baxım görüm düzgün hesabladım mı? 2 üstündə 6, 3 üstündə 5, 3 üstündə 11. Bu da 10. 2 üstündə 21. Çox gözəl. Bu da bit. 2 üstündə 23 bit eləməlidir. Megabaytdan bitə keçəndə 2 üstündə 23 bit eləyir. Bu da 2 üzərinə 23 bit. Deməli, bu 2 üzərinə 23-dür. Bununla bu ixtisar geçsəm, bura 2 üstə 2, yəni 4 qalmış olacaq. 1,25-i də vururam 4-ə. 0, 4 dəfə də 2-nin 8, o da 2 yadda bu. Bu da eləyir 5. 5 eləməlidir. Gəl bir dənə vuraq baxaq. Bir dənə 1,25-i vururam 4-ə. Bəli, 5 etmiş oldu. Deməli, bizim bir simvolumuzun həcmi, burada vergül düşür, o da eləyir 5 bit. Bir simvolun həcmi 5 bitdirsə, əlifbanın gücü n bərabərdir 2 üstünə i, yəni 2 üstünə 5, 32 olmuş olacaq. Bu belə. Keçək növbəti məsələyə. 44. 44-də nə deyir? Sənədin hər səhifəsində 30 hissədir. Belə. Biz i-ni tapmalıyıq. I-ni tapmaq üçün 6 megabaytı bölməlisiniz nəyə? 32 sətir vurulsun 512 səhifə vurulsun 256 sətirə simvola. Deməli 6 vurulsun 2 üstünə 23 bölünsün. Bu 309, bu 308. Eləyəcək 2 üstü 10, 2 üstü 17. Bu da 2 üstü 5 eləyir. 17 ilə də 5-in eləyir 2 üstündə 22. Burada gəlirəm 2 üstü 22-ni yazıram. Bunlar ixtisar gedir. Bura qalır 12 bit. Burada da əlifbanın cüzü 4096 olmuş olacaq. N bərabərdir 2 üstündə 12 eləyirəm. O da eləyir 4096. Keçək 45-ci suala. 45-ci suala diqqət eləmək lazımdır. İndi deyir 300 bayt həcmli informasiya aşağıdakı verilmiş kodlaşdırma standartına görə neçə simvolu ifadə edir? Bax, bunu və bunu verir. Birinci ASCII-yə görə simvol sayını tapıram. ASCII V bərabərcə simvol vurulsun i düsturundan. Simvolların sayını tapsam, V bölünsün i olmuş olacaq. Yəni 300 bayt bölünsün 1 bayt. Baxın, yazıram. 300 bayt bölünsün 1 bayt. Nə qədər eləyir? 300 simvol etmiş olur. Deməli, 1-ə 300 olmalıdır. Okey, hamısına 300-dür. İkinci, Unicode üçün hesablayıram.
Unicode'da da eyni düsturdur. Burada da 300 baytı böləcəm 2 bayta eləyəcək 150 simvol. Deməli 2-də 150 dənə simvol olmalıdır. A gedər, Y gedər, 2-də 150 olmalıdır. İndi üçüncüsünün 64 simvolu əlifbada 1 simvol 6 bitdi. Deməli biz burada 300 vurulsun 8-i böləcəm 6-ya. Niyə? Çünki baytı bitə bölə bilməzsən axı. İkisi də bit olmalıdır. Bitlər ixtisar gedər. Bu ilə bu ixtisar gedər. Bura düşər 50. 50-ni də 8-ə vuranda eləyər 400. Deməli 300, 150, 400. Düzgün cavab C variantı. Keçid eləyək 46-ya. Deyir 32 simvollu minimal əlifba standartla kodlaşdırılmış məlumat 496 simvollu minimal əlifba standartına keçən zaman həcmi 7 kilobayt artmışdır. Məlumat neçə simvoldan ibarətdir? 32 simvollu əlifbadan 4096 simvollu minimal əlifbaya keçid edib. Burada həcm x vurulsun 5 bitdi. Burada həcm x vurulsun 12 bitdi. Buradan bura keçən zaman neçə bit artım var? X vurulsun 7 bit artım var. Və bu artım nəyə bərabərdir? 7 kilobayta x vurulsun 7 bit bərabərdir 7 kilobayt. Bu da x bərabərdir 7 kilobayt bölünsün 7 bitdir. Baytlara inləşdirirəm. 7 vurulsun 2 üstündə 13 bölünsün 7 bit. Təbii ki, burada da bitdi. Burada da bitdi. 7-lər gedir, bitlər gedir. Qalır 2 üstündə 13. Yəni 8192. 8192 dənə simvol, yəni 2 üstündə 13 dənə simvol var imiş. Bu belə. Keçək növbəti suala. Aha. Sinifdə olan şagirdlər haqqında ümumi məlumat bu qədərdir. Nəysə. Sinifdə olan şagirdlər haqqında informasiya ümumi həcmi 10 megabayt. Əla, çox gözəl. Deyir ki, hər şagird haqqında informasiya 256 səhifədən ibarətdir və hər səhifədə 32 sətr və hər səhifədə 128 simvoldan ibarətdir. Bu sənəd Unicode əlifbasına kodlaşdırılmış sinifdə neçə şagird olduğunu müəyyən edin. Problem deyil. Bax, deyir ki, bütün şagirdlər haqqında həcm 10 megabaytdır. Bütün şagirdlər 10 megabaytdır. Bütün. Sən burada da bir şagird üçün olan informasiya həcmi verilib. Çox gözəl. Nə edirsən? Gəlirsən bir şagird üçün informasiyanın həcmini tapırsan. Bir şagird üçün. Tamam mı? Bir şagird üçün informasiya həcmi 256 səhifə, vurulsun 32 sətr, vurulsun 128 simvol, vurulsun 2 bayt, 32, 256, 128, başqa var nəsə? Yox, baytdır. Gəl bunu megabayta çevirək. 1024 vurulsun 1024-ə bölək. Bununla bu ixtisar keçsə bura düşər 4. Deməli, burada bununla bu ixtisar keçsə bura düşər 8. Bununla da bu ixtisar keçsə bura düşər 2 megabayt. Deməli, bir şagird üçün məlumat 2 megabaytdırsa, bəs 10 megabayta neçə şagird düşür? 5 şagird düşür. Deməli, düzgün cavab D variantı. Keçək növbəti suala. Deyir ki, sinifdə hər bir şagird üçün şəxsi iş jurnalı tərtib edilmişdir. Çox gözəl, lap yaxşı, əla, çox pakizə. Hər bir jurnalda 2 kilobayt həcmli qrafik informasiya və 8192 simvoldan ibarət mətn informasiyası var. Jurnal 4096 simvolu minimal əlifba standartı ilə kodlaşdırılıb. Bütün məlumatlar qovluğa yüklənən zaman onun ümumi həcmi bu qədər olur. Sinifdə neçə şagird olduğunu müəyyən edin. Problem deyil, eləyərik mənim gözüm üstündə. Ümumi həcm bərabərdir. Mətn həcmi ilə plus şəklin həcminə. Tamam mı? İndi sizin ümumi həcminiz 140 kilobaytdır. 140 kilobaytdır. Bu ümumi həcmdir. Ümumi həcm. Tamam mı? Biz nə edərik? Bax, məlumatda 2 kilobayt həcmində qrafik təsvir var. Qalan nədir? 8192 simvoldan ibarət. Yəni bu 2 üstündə 13 yazar. 4096 simvolu əlifba 12 bit. Tamam mı? Başqa nə var? Başqa heç nə yoxdur. Çox gözəl. Bunu da çevirək kilobayta. Elə bu kilobayta çevirəndə 12 kilobayt edir. Vurulsun x bərabər 140 kilobayt. Yəni bu bir şagird üçündür də. Mən bir şagird üçündür. Bunu x-a vururam ki, tapım ki, ümumi həcmə bərabəriyim ki, neçə dənə şagird var. 2 kilobayt plus 12 kilobayt vurulsun x bərabər 140 kilobayt. 14 kilobayt vurulsun x bərabər 140 kilobayt, x də bərabər 10. Deməli, sinifdə 10 nəfər şagird var imiş. Bu belə.
Keçək 49-cu suala. Nə deyir bizə bu yoldaş? Bu yoldaş bizə deyir ki, 49 məlumat 2048 simvollu minimal əlifba standartı ilə kodlaşdırılmış. Bu məlumat ASCII əlifba standartına keçirən zaman informasiya həcmi 6 kilobayt azalmışdır. Məlumat dəstə simvolundan ibarətdir. 2048 simvollu əlifbadadır. Keçid edib ASCII əlifbasına. ASCII əlifbasına keçən zaman 6 kilobayt azalıb. Burada 11 bitdir. Burada 8 bitdir, düzdürmü? Buradan bura keçid edən zaman nə qədər azalıb? 3 bit azalıb da. X vurulsun 3 bit bərabərdir 6 vurulsun 3 üstündə 13. Düzdür? Bununla bir xüsusə gedir. X bərabər 3 üstündə 14. 6384 D variantı. Verilmiş mətnin 32 simvollu minimal əlifbada kodlaşdırılan 45 bitlə kodlaşdıran sözü müəyyən edin. Heç nə. 45 bit bərabərdir. 32 simvollu əlifba vurulsun x. 32 simvollu əlifbada 1 simvol 5 bit tutur. Vurulsun 5 bit. X sadədir 9 dənə. Hansı variantda 9 dənə simvol varsa odur. 2, 4, 6, 8, 9. Düzgün cavab D variantı. Aha. Unicode əlifba standartına kodlaşdırılmış mətin 1004 simvolu kodlaşdırmaya çevrilən zaman həcmi 480 bit azaldı. Bu çevirmə zamanı bir simvol informasiya miqdarı neçə bit azalar? Unicode-dan keçir 1024 simvollu 1024 simvolu əlifbaya 8 üzr istəyirəm 16 bitdən keçir 10 bitə. 16 bitdən keçir 10 bitə. Nə qədər azalıb? 6 bit azalıbmı? Çox qəşəng. X vurulsun 6 bit. X vurulsun 6 bit azalma nə qədərə bərabərdir? 480 bitə. Buradan da X nəyə bərabər olacaq? 80-a. Düzdür? Bu çevirmə zamanı bir simvol informasiya miqdarı neçə bit azalar? 1 dəqiqə, 1 dəqiqə. 60, 480. Bu qalır 80. Düzdürmü? 80 bir dənə simvol var. Aha, əla. Deyir ki, bu çevirmə zamanı bir simvol informasiya miqdarı neçə bit azalar? Hə, problem deyil. Gəl tapaq da. Gəl bunu biraz böyüdək. Başqa yerə ataq. Burada çünki olmayacaq. Aha, deməli Unicode-dan keçib 480 burada bizə lazım deyil. Bizi çaşdırırmış. Mən axıra qədər oxumadım. 16 bitdən keçib 10 bitə. Bu 2 üstündə 16-dır da. Bu da 2 üstündə 10-dur, düzdür? 16 bitdən 6 bitə keçəndə nə qədər azalır? 6 bit. Və bir simvol informasiya miqdarı 6 bit azalır. Düzgün cavab C variantı. Keçək növbəti suala. 64 simvolu minimal əlifbada kodlaşdıran biləş uyğunluğu müəyyən edin. Problem deyil. Həqiqətən bizim işimizin adı nədir? 6 simvolu minimal əlifbada bir simvol 6 bit yer tutur. Kosmos, developer və struktur sözlərini kodlaşdırırsan. V bərabər simvol vurulsun I düsturuna görə. Neçə simvol var? 1, 2, 3, 4, 5, 6. 6 vurulsun 6. Yəni 36 bit. 36 bit. Birdə mütləq şəkildə S olmalıdır. Bir S olmayan variantların hamısını çıxıram. Bir dənə C variantı çıxır. Sonra 36 biti bayta çevirən nə qədər edir? 4 tam nə qədər edir? Baxaq görək həqiqətən 4 tam eləyə bilərmi? 4 tam eləyə bilərmi? Ümumiyyətcə heç vaxt 6 bayt ola bilməz 1-ə. Ona görə D gedər. Üzr istəyirəm 6 nə idi? Y nə idi? Y gedər. Çünki 6 bayt ola bilməz. 36-nı bölürəm 8-ə. 4 dəfə 8-in 33 edir. Burada 4 düşür. Bəli, 4.5. Deməli, 1-ə CY olmalıdır. 1-ə CY olan bir dənə D variantındadır. Gəlin digərlərini də hesablayaq. 2. Developer sözünə baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənə simvol var. 8-i vurursan 6 bitə, o da edir 48 bit. 2-yə D olmuş olacaq. Bir dəqiqə. 2, 4, 6, 8, 9. 9 bu da edir 54. 9 vurulsun 6, o da bərabərdir 54 bit. 2-yə D olmuş olacaq. 3-ə də A, B qalır. Gəlin hesablayaq. 2, 4, 6, 8. 8-i vurursan 6-ya edir. Həm 48 bit, həm də 6 var. Düzgün cavab elə D variantı imiş. Başdan çıxardım. İndi biz nə edirik? Baxın, əlifbanın gücü bərabərdir. Ümumiyyətlə bu nədir? X bərabər. Gəlin birinci bundan başlayaq. X bərabərdir. 64-dən 8 çıxır, bundan da çıxır 10.
Bu eləyir 1800. Əlifbanın 300 nəyə bərabərdir? 18-də. Bir simvolun tutduğu həcm nədir? 5 bit. 5 bit 2-yə y olmalıdır. 2-yə y olmayan cavabları çıxardırsan. Hamısında da 2-yə y var. Çox gözəl. İndi bizə 12 bit ola bilərmi? A verib 2-yə. Heç vaxt ola bilməz. C variantı mənim üçün getdi. Gəlirəm 1024. 1024 simvolu əlifbada bir simvol M bit yer tutur. Deməli, mütləq şəkildə 3-ə də C olmalıdır. 3-ə C olmayan variant hamısında var. D ola bilərmi? 10 bitdir. Düzdürmü? 10 bit. 10 bit nəyə bərabər? 8-ə bölsəm, bu 4 olar, bu 5 olar. 5 dəfə 5-i də 4-ə böləndə 1 dəfə 4, 1. Bu 1,25 olar da. 3-ə D də uyğun olmuş olacaq. B də gedər. A, Y, D qalar. Gəlirik bunu hesablamağa. Təbii ki, 144 simvolu əlifbada bir simvol neçə bitdir? Bir simvol 12 bitdir. Ona görə də nə olmuş olacaq? Düzgün cavab A variantı olmuş olacaq. Bu belə. Deyir ki, buradakı 1004 simvolu əlifbada kodlaşdırılıb və burada ən kiçik sözdən ən böyük sözün həcmlərinin fərqini tap. Bu 2-dir. 2 vurulsun 10 eləyəcək 20 bit. Tamam mı? Burada sayırsan 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18. 18 dənə simvol var. Burada deyir 180 bit. Düzdürmü? 180-dan da 20-yə çıxanda 160 bit. Sizə də deyir ki, fərq neçə baytdır? 160-ı bölürsən 8-ə deyir 20 bayt. Düzgün cavab B variantı. Keçirik 55-ci suala. Aha, çox qəşəng. Sevdiyim sual tiplərindən. Bunlar qalsın, bunları dərsdə izah eləyərəm. Ya da yox, izah eləyərəm, azdır, çox deyil. Yəni qalıb ki. 55, 63. Aha. Deməli. Bunu biraz böyüdək. Deməli, elektron sayğa Unicode əlifbası olan informasiya 16 simvollu əlifbaya çevrilmiş. Daha sonra əlifbaya silindikdən sonra onun informasiya həcmi 40 bayt olarsa, məlumatın initial informasiya həcmi nə qədər olar? Elektron həcm Unicode əlifbasından 16 simvollu əlifbaya keçid edib. Deməli, 16 simvollu əlifbada bir simvol nə qədər? 4 bitdir, düzdürmü? Daha sonra məlumat 50% silinib. 50% 2-də 1-i silinməkdə, düzdürmü? Onun informasiya 16 simvol əlifba, daha sonra məlumat əlifba, onun informasiyasının 40 megabayt olub, 40 bayt olub. Vurulsun x bərabərdir 40 bayt, düzdürmü? İndi bu ilə bu gedir, 2x bərabərdir 40 vurulsun 8, bu ilə də bu gedər, x bərabərdir eləyər 160 simvol. Bizdən də ilkin həcmi istəyir, 160 simvol. İlkin həcmi Unicode olub, düzdürmü? Unicode deyə ilkin həcm 320 bayt olmuş olacaq. Bu belə. Deməli, nə edir? Birinci deyir ki, bu yoldaş Unicode əlifbasından 16 simvol əlifbaya keçir. 16 simvol əlifba nədir? 16 simvol əlifba 4 bit kodlaşır və 50% silinir. 50% silindən sonra nə qalır? 50% silindən sonra 2-də 1 qalmaq deməkdir də. O da 40 bayta bərabərdir bu işlər aparılandan sonra. Lap yaxşı, 40 bayta bərabərdir, lap yaxşı. Burada simvol sayını tapırsan, sonra gedib Unicode-da kodlaşırsan 320 olmuş olur. Keçək 56-cı suala. Deyir ki, 128 müxtəlif simvoldan ibarətdir. Mətn Unicode əlifba standartları yazılmışdır. Əgər bu mətni yazmaq üçün... Aha, birinci buranı yazıram. Birinci bura. Mətn 2 hissədən ibarətdir. V1 bərabərdir 128 vurulsun 2 bayt. Yəni edir 256 bayt. Deyir ki, əgər bu mətni yazmaq üçün ən minimal əlifba tərtibi olsaydı, yəni 128 müxtəlif simvolu həmçinin əlifba cüzü kimi eləsəydik, bərabərdir 128 vurulsun 8, üzr istəyirəm, 7 bit. 7 bit. 7 bit. Burada bayta çevirək, yəni 8-ə bölək. Bununla bu ixtisar getsə, 2 üstü 7, 2 üstü 3. Bura düşür 2 üstündə 4, yəni 64. 64-ü də 7-yə vuranda, deməli 7 dəfə 4-ün 8, 2 yadda, 7 dəfə də 6-ın 42, o da ki 448. Bir dəqiqə mən burada nə isə verdim? 128, 2 üstünə 7, bölünsün 2 üstünə 3, bu da 2 üstünə 4, 16. Deyirəm də nə isə verdim. Aha, bu 16 düşməlidir bura. Hə, 16. 16 vurulsun 7. 7 dəfə 6-ın 42, 4 yadda, 7 dəfə də 1-in 7, 4 də yadda 11, 112 bayt.
Bundan bura keçid eləyəndə həcmi neçə bayt azalmış olar da? 256-dan da 112-yə çıxırsan 4, 4, 144. Deməli, həcm 144 bayt azalmış olacaq. Keçid edirik 57-ci suala. Deyir, şagird Unicode'da mətn yazır. Burada deyir ki, ilan tısbağa, nəsə bu sözlər yazılır və sonra bir söz silinir. Söz silinərkən lazım olmayan bir boşluq vergüllə birlikdə silinir. Əgər silindikdən sonra məlumatın informasiya həcmi 16 bayt azalarsa, şagird hansı söz silinmiş olar? Baxın, sizə gəlin əyani olaraq göstərim. Burada da göstərə bilərdim, Word-də göstərim. Bax, mən buraya yazıram salam sözü. Mən bunu, bax, fikir verin, mən bura bir dənə vergül qoyuram. Salam, necəsən? Salam, necəsən? Sual qoydum. Baxın, bunun bir boşluq birlikdə siləndə fikir verirsiniz, görürsünüzmü? Burada bir boşluq var. Bu da bunun vergülü. Siləndə bunun ikisini bir yerdə silir. Tamam mı? Bunun ikisini bir yerdə silir demək istəyir. Sənə buradakı simvolların sayı lazımdır. Boşluqla vergül lazım deyil. Boşluqla vergül lazım deyil, lap yaxşı. İndi 16 bayt azalarsa, əla. Bizim silinənimiz əgər silinirsə, o məlumatın informasiyası 16 bayt azalarsa. Şagird Unicode'da silir. 2 bayt vurulsun x bərabərdir 16 bayt. X da bərabərdir 8 olar. 8 simvol. Sənin bu 8 simvolun 16 bayt silinir. 16 bayt içində bir dənə vergül, bir dənə boşluq var. 8-dən 2-ni çıxırsan, alır 6 simvol. Burada hansı sözdə 6 dənə simvol var? Timsah sözündə. Tamam mı? Keçək bu suala. 58-ci sualda deyir ki, məlumat üzərində bəzi əməliyyatları yerinə yetirdikdən sonra 32 bayt informasiya həcmi qalmışdır. Məlumatın yarısı silinmiş. Eyni zamanda Unicode sistemində kodlaşdırılmış və ASCII sistemində çevrilmişdir. ASCII sisteminə çevrilmişdir. Məlumatın ilkin həcmi neçə bayt olar? Baxın, məlumatın yarısı silinmiş və ASCII sisteminə çevrilib. Və burada 32 bayt alınıb. X bərabərdir 64 bayt olar, düzdürmü? Deyir, məlumatın ilkin həcmi neçə bayt olmuşdur? Unicode kodlaşdırma sistemindən ASCII sisteminə keçib. Çox gözəl. Ümumiyyətlə, burada üzr istəyirəm 64 simvol olmalıdır. Mən burada 64 simvol yazmalıydım. Çünki baytlar gedər, 64 simvol qalar. İndi bizim 64 simvolumuz var. Mənə deyir ki, bu yoldaş məlumatın ilkin həcmi neçə bayt olmuşdur? İlkin həcmdə nə idi? Unicode idi da. V bərabərdir 2 bayt vurulsun 64 simvol. O da bərabərdir 128 bayt olmuş olacaq. Deməli, məlumatın ilkin həcmi nə imiş? 128 bayt imiş. Düzgün cavab C variantı. Keçək 59-cu suala. Deyir ki, məlumat üzərində bir neçə əməliyyatlar yerinə yetirilmişdir. İlkin olaraq ASCII əlifbasının 16 simvolu minimal əlifbaya çevrilmiş, yarısı silinmiş, 20% arxivləşmiş. Əməliyyatlardan sonra məlumatın həcmi 20 bayt olduğu məlum olarsa, ilkin həcmi neçə bit olmuşdur? Baxın, yoldaşlar, ilkin həcmimiz ASCII əlifbası ilədir. Mən ASCII əlifbasını burada saxlayıram, keçirəm məlumatın üzərində bu işləri aparmağa. 16 simvolu minimal əlifba deyirsə, bir simvol 4 bitdir. Yarısı silinmişdirsə, x bölünsün 2 olacaq. 20% arxivləşibsə, %80-ı qalıb. Bu əməliyyatlardan sonra 20 bayt olub həcmi, 20 vurulsun 8 yazaram, düzdürmü? Bit olsun deyə. Bitlərim gedər. Bu 2 ilə bu 4 gedər, bura düşər 2. Bu 0 ilə bu 0 gedər. Bu 2 ilə bu 10 gedər. X vurulsun 8 bölünsün 5 bərabərdir 20 vurulsun 8. Bu 8 ilə də bu 8 gedər. X bərabər 100 dənə simvol olar. Deməli, mən buradan sonraki əməliyyatları aparandan sonra mənim 100 dənə simvol olub. Və deyir ki, mənim ilkin həcmim nə qədərdir? 8 bit vurulsun 100 dənə simvol, o da eləyəcək 800 nə bit. Çünki bizdən nə istəyir? Məlumatın ilkin həcmi neçə bitdir deyir. 800 bit olmuş olacaq. Qəşəng məsələ idi. Bu məsələlər yaxşı məsələlərdir. 3/1 silinməklə 70% arxivləşmiş və Unicode sistemindən ASCII sisteminə çevrildikdən sonra məlumatın informasiya həcmi 30 bayt olmuşdur. Onun ilkin informasiya həcmini tapın. İlkin informasiya Unicode'dur, sonraki ASCII-yə keçir. Biz V1'imiz Unicode ilə hesablanmalıdır. Unicode vurulsun simvol. Bunu burada saxlayıram, gedib ASCII ilə işimi görürəm. Buradan sonra 3/1 silinibsə nə qədər qalıb? 3/3-si. 70% arxivləşibsə nə qədər qalıb? %30-dur, düzdür? ASCII sistemində bir simvol neçə baytdır? 1 bayt.
30 bayt olub bu işləri bunun üstünə x yazıram. Təbii ki, simvol sayını axtarıram. Bu işləri aparandan sonra 30 bayt olub. Bu baytdan bu bayt gedər. Bu sıfırdan bu sıfır gedər. Bu 3-dən bu 3 gedər. Bu 2 ilə bu 5 10 gedər. Bura düşər. Bu x bölünsün 5 bərabərdir 30 olar. X də bərabər 150 simvol olar, düzdürmü? 150 simvoldur, tapmışam 150 simvol. Bu əməliyyatları, bu başına bu oynatsın, 150 də simvolum qaldı. İlkin həcmin baytla ifadə edir, 2 baytı vurursan 150 simvola, eləyir 300 bayt. Deməli, mənim ilkin həcmim 300 bayt imiş. Bu da 60-cı sualın izahı. Gələk 61-ci suala. Deyir 64 müxtəlif simvol, burada yuxarıdakı məsələnin eynisidir. 64 müxtəlif simvoldan ibarət məlumat ən kiçik əlifbada kodlaşdırılmışdır. Əgər bu məlumat Unicode əlifbasında kodlaşdırılsaydı, məlumatın informasiya həcmi neçə bayt artardı. Gəlin ilk öncə V1 tapaq. 64 müxtəlif simvolu, elə 64 simvolu əlifbada kodlaşdıraq. Gəlin bayta çevirək bunu. 8-ə bölsəm bu eləyər 48 bayt. Çox gözəl. V2 də bərabərdir. Elə 64 vurulsun 2, yəni 128 bayt. Buradan bura nə qədər artım var? 80 bayt. 80 bayt artım var. Düzgün cavab D variantı. Keçək 63-cü suala. 63-cü sualda nədir? 62-ci sualda 256 simvolu minimal əlifbada kodlaşdırılmış məlumat Unicode əlifbasına çevrildikdən sonra say yarısı silinmiş, 60% arxivlənmiş, bundan sonra həcmi 40 bayt olmuşdur və onun ilkin informasiya həcmi nə qədər olar? Deməli, Unicode əlifbası 256 ilk həcmidir. Bunu saxlayıram. Unicode əlifbası 2 bayt vurulsun. Yarısı silinmişdirsə, yəni x bölünsün 2, 60% arxivləşibsə 100-də 40 qalıb, bərabər olub 40 bayta. Problem deyil. Baytlarım gedər. Bu 2 ilə bu 2 gedər. Bu 0 ilə bu 0 gedər. Bu 4 ilə də bu 4, bu 4 ilə də bu 4 getsə x bərabərdir 100 dənə simvol olmuş olar. Super. Mən artıq bunu ilkin həcmini istəyirəm. Elə 100 bayt olacaq. V1 də bərabərdir 256 simvol əlifbada 1 simvol 8 bit. 100 dənə simvol baytla da istəyir deyə 8-ə bölürəm. Eləyəcək 100 bayt. Düzgün cavab B variantı. Keçid edirik ən son sualımıza. Son sualımızda görək məsələ nədir? 132 simvolu minimal əlifbada kodlaşdırılmış məlumat. 1004 simvolu minimal əlifbaya çevirdikdən sonra yarısı silinmiş. Bundan sonra məlumatın həcmi 25 bayt olarsa onun ilkin informasiya həcmini tapır. Bunu saxlayıram, çünki ilkin informasiya həcmi buradadır. Bu ikinci hissəylə işləyirəm. X bölünsün 2 vurulsun 10 bit olduqdan sonra 25 bayta bərabər olub. Buna bir ixtisar gedir. X vurulsun 5 bit bərabərdir 25 vurulsun 8 bit. Bitlərim gedər. Bu ilə bu gedər. X bərabərdir 40 simvol olar. 40 simvol lap yaxşı. 32 simvolu əlifbada. V1 bərabərdir 32 simvol əlifbada 1 simvol 5 bit vurulsun 40 dənə simvol. Bunu da nəyə çevir deyir? Bunu da çevir deyir. Nədir onun adı? Bayta çevir. 800-ə bölürsən, bununla bu ixtisar gedir. Bura düşür 5. Bu da bərabərdir 25 bayt. Düzgün cavab 25 olmuş olur. Və belə hər birinizə xoş izləmələr, uğurlar arzu edirəm.